Cəhənnəm şuuraltımızda əbədi əzabın simvoluna çevrilmiş. Bizi sonsuz bir alov, sonsuz bir əzabla müjdələyən bir ifadə, bir söz. Cəhənnəm bizi gecələr yuxuda belə rahat buraxmayan bu qorxulu kəlmə. Heç bu sözün necə yaranması, bu sözün dilimizə necə gəlib çıxması, bu sözün ümumiyyətlə özü haqqında düşünmüsünüzdür? Mən videolar paylaşmağa başladığım ilk gündən hər kəsə deyirəm, mən sadəcə ipucu verirəm və sənə də bir şey saxlayıram. Özün araşdır, öyrən. Əgər mən bu mövzuda bir video hazırlamış olsam, o video ən azı 1 saat çəkəcək. Onun üçün qısa videolar şəklində istiqamət verirəm. Sən biraz aydınlanasan və özün axtarıb, araşdırıb tapasan. Quran-ı Kərimdəki cəhənnəm sözü haqqında, yəni bugün istifadə elədiyimiz cəhənnəm sözü haqqında danışacağıq. Mən bir video paylaşmışdım, orada Qurban, İbrahim Peyğəmbərin Qurban bayramının, yəni əslində bir insanların qurban olunduğu bir bayramı sadəcə o insan yuxusunu gəlir, danışır və qoyunu gətirir, qurban olaraq bayrama çevirir və nəticədə insan insanı kəsməsinin bu ayının qarşısını alır, ya bu böyük bir təşəbbüsdür. Bunu bugün oxuyuram, o videonun altında bir çox şərhlər var, hətta məni orada təhqir edirlər, ələ salırlar və belə bir şeylər olmadığını iddia edirlər. Mən sadəcə təəssüf doğrucudur ki, yəni 21-ci əsrdir və bizim ölkəmizdə insan qurbanları, belə bir ayinlərin icra olunması haqqında məlumatsız insanlar var. Halbuki bu tarixi faktdır və bununla əlaqəli minlərlə, yüzlərlə arxeoloji qazıntılar nəticəsində yerlər tapılıb və bu yerlər hal-hazırda yəni var dünyanın bir çox ölkəsində və onlardan biri də indi haqqında söhbət açacağımız yer. Tövratda deməli Molek kimi bir tanrıdan söz açılır. Yaxın şərq dinlərində məşhur bir figurdur. Adı müxtəlif oxunuşlarda var, amma hərəsi bir məna daşıya bilir. Biz bunu ümumi Molek kimi götürürük. Molek qədim Kənan tayfalarının və Ammonilərin tanrısı kimi bilinir. Onunla bağlı ən qorxunc iddia isə uşaq qurbanlarını tələb etməsidir. Bu tanrının əsas simvolu od idi və qurban mərasimlərinin yandırılmasını öz üzərinə götürürdü. Tövratda Molek barəsində nə yazılıb? Tövrat Molekə uşaq qurban verilməsini qəti şəkildə qadağan edir və bunu ən böyük günahlardan biri adlandırır. Levililər 18-21 öz övladlarınızdan heç birini Molekə verməyin. Levillər 22-5 burada açıq şəkildə yazılır ki, kim uşağını Molekə qurban verərsə ölüm cəzasına layiqdir. Padişahlar Kings 23.10 burada deyilir ki, Yuda kralı Yoşya Molek üçün uşaq yandıran Tövet adlı yeri dağıtdı. Qurban necə verilirdi? Tarixi mənbələrdə belə təsvir olunur. Molek adətən əlini uzatmış tunç heykəl kimi təsvir edilir. Heykəlin içi ocaq kimi qızdırılırdı, uşaqlar heykəlin qollarına qoyulurdu, o yanan metalın üstündən aşağı od çuxuruna düşürdülər. O zaman dəhşətli səsi örtbasdır etmək üçün zurna, nağara və səskü vurulurdu. Bu hadisələr Kənan, Fenisiya, Ammon bölgələrində geniş yayılmışdı. Tarixi baxış. Bəzi tarixçilər bu hadisələrin tam hərfi şəkildə olub-olmadığını müzakirə edir. Ancaq arxeoloji tapıntılar, qədim Yunan və Roma tarixçilərinin yazıları Tövratdakı qadağalar uşaq qurbanlarının həqiqətən baş verdiyini təsdiq edir.
Niyə Tövratda bu qədər ciddi qadağan edilir? Çünki İsraillər Kənan torpağına gələndə bu qəddar ənənələrlə qarşılaşdılar və həmin ayini İsrail cəmiyyətinə keçməməsi üçün çox sərt qadağa qoyuldu. Niyə Tövratda bu qədər bu ayın ciddi qadağan edilir? Çünki İsraillər Kənan torpağına gələndə bu qəddar adət ənənələrlə qarşılaşdılar və həmin ayinin İsrail cəmiyyətinə keçməməsi üçün çox sərt qadağalar qoyuldu və bu da öz əksini Tövratda tapdı. Və indi gəldik cəhənnəm məsələsinə. Cəhənnəm nədir? Əslində sözün kökü bunlardır. Gehinnom, Hinnom vadisi deməkdir. Yerusəlimin cənub tərəfində real coğrafi bir yerdir. Tövratda göstərilir ki, məhz orada Kənan və bəzi İsrail tayfaları Molek üçün odla uşaq qurbanları verirdilər. Padişahlar 23.10 Yoşya Tobet adlanan yeri murdarladı ki, kimsə oğlunu və ya qızını od vasitəsilə Molekə qurban verməsin. Bu Tobet yerinin məhz Gehinnom vadisində olduğu qəbul edilir. Gehinnom, yəni cəhənnəm, sonralar Yahudi mətnlərində Hinnom vadisi, lənət, günah, əzab, cəza simvoluna çevrildi. Bu səbəbdən İslam və Xristianlıq da cəhənnəm sözünü həmin anlayışdan götürdü. Yəni cəhənnəm anlayışının tarixi kökü real coğrafi yerdən Molekə edilən uşaq qurbanlarının Sonda bir şey də nəzərinizə çatdırım ki, Xristianlıqda istifadə olunan cəhənnəm təsvirləri və bizim də tez-tez rast gəldiyimiz bu dəhşət saçan şəkillər, təsvirlər əslində heç bir İncil'ə aidiyyatı yoxdur, heç bir Xristianlığa aidiyyatı yoxdur. Bu da Dante'nin İlahi Komediya əsərindən götürülmüş təsvirlərdir. Və bunu bugün ciddi qəbul edən insanlıq demək olar ki, dünyanın 95%-i bunu cəhənnəm təsvirləri kimi qəbul edir, istifadə edir. Halbuki bunun heç bir aidiyyatı yoxdur. Nə Xristianlığa, nə İncilə. Bu da ki, deyərdim ki, elə qəflətdə olan insanlıq üzərində oynanılan elə bir ilahi komediyadır. Dante'nin oynadığı komediya hələ davam edir. Belə, gəldik videonun sonuna. Sonda onu qeyd edeyim ki, yaradan insanı sevgi ilə yaradır. Amma məlum olur ki, bu dünyada cəhənnəmi belə insan yaratmışdır. Bəli, bir zamanlar uşaq qurban verən, öz övladını belə öz inancı uğruna qurban verən bir insanlıq özü öz cəhənnəmini yaratmışdır. Mən sizə deyirdim, inam. İnam insanı idarə edən ən vacib his, duyğu mexanizmdir. Ağıl və duyğuların birləşdiyi nöqtədə dayanır. İnam tam zirvədə. Və bəli, cəhənnəmi insan yaratmışdır. Qüdsün cənubunda bugünkü adıyla Hinnom vadisi, keçmiş adıyla isə Gehinnom, cəhənnəm, məhz Moleka uşaqların qurban verildiyi yerin adı cəhənnəm. Bəli, cəhənnəm insan məsələdir. Yaradan isə bu kainatı, insanı, yaratdığı hər şeyi sevgi ilə yaratmışdır. Uğurlar, sevgi və saygılarla Avatar.